Salam, mənim adım Hector Arias'dır və aşağıdakı videoda sizə bunu göstərəcəyəm. Metatron Hunter cihazı. İstehsalçının web saytında görə bilərsiniz. Metatron Hunter və ya MetaHunter proqramı. İstehsalçının linkini açmaqla siz edə biləcəksiniz. Cihazın şəklini tapın, onlar bir çamadanı görə bilərlər və onlar da görə bilərlər. Eşitmə cihazı kimi formalaşmış sensor. İstehsalçı web saytının sonuna gedirik və web səhifənin sonunda satın aldığınız zaman nə alacağınızın məzmunu. Metatron Hunter cihazı. Metatron cihazını satın aldığınız zaman bunu alacaqsınız. Alüminium çamadanda gələn ovçu, qutu, sensor, personciya şüşəsi və burada görürük. İki flash sürücü. Gümüş pendrivi bu alüminiumdur, əgər onu limana qoyarsanız. USB-də məlumat yoxdur. Bu aksesuar maşının açarına bənzəyir, heç biri yoxdur, funksiyası yoxdur. Məlumat daşıyır. Bu aksesuar öz funksiyasını, bu qutuda bu aksesuarı, funksiyasını təmin edir. Proqram təminatının başlaması üçün. Digəri, şərq tərəfində mavi rəngdə olan, burada proqram təminatı gəlir. Proqram təminatının göndərilməsinə daha çox məhdudiyyət qoyan bəzi ölkələr, siz bu proqramı qəbul etməyəcəksiniz. Mavi rəngli pendrivi, çünki proqramı yükləmə faylı kimi göndərəcəyik. Və burada var. Qoruyanlar. Beləliklə, əvvəlki nöqtəyə qayıdaraq, burada olan bu iki pendrivi. Gümüş bir avtomobil açarı kimidir, proqram təminatını işə salmağa imkan verir və indi məndə var. Metatron cihazı göstərmək üçün gəlir və mən çamadandan hərəkət edərək nə alacağınızı göstərirəm. Bugün İtaliyadan mənə verilən suallardan biri, ona saytı göstərdim və göstərdim. Xüsusi olaraq bu görüntü və o, məndən aldığım cihazı alıb almadığımı soruşdu. Ki, alacaqsınız. Şübhə olmasın deyə indi bunu göstərəcəyəm. Bizdə var, bütün bunları göstərəcəyəm, amma canlı birbaşa göstərəcəyəm ki, siz bacarasınız. Cihazı aldıqda nə alacaqlarına baxın. Burada qutumuz var. Qutunun içərisində çamadan gəlir, ona görə də ilk tövsiyə. Bu qutunu atmayın, onu saxlayın, çünki səyahətə gedəcəksinizsə, bu onun qorunması üçün vacibdir. Cihaz, onu qeyd edin və adlandırın, Metatronlar Metatron yazır, ancaq etməlisiniz. Qutunu saxla. İstənilən vaxt, məsələn, müalicə üçün bir ailə üzvünə baş çəkəcəksinizsə, bir ailə üzvü çamadana baxmaq əvəzinə, vəziyyət nə olursa olsun, ölkədən kənara səyahət etməyə hazırlaşır. Bu aksesuarın havası var, hava balonları kimi kiçik topları var, bu da olmalıdır. Onu çamadanınızın içində saxlayın, zibil qutusuna atmayın, bu çox vacibdir. Onlar, məsələn, ailələri ilə tətil üçün bir ölkədən digərinə təyyarə ilə getməyə hazırlaşırlar və istəyirlər. Müalicə üçün cihazı taxın. Sonra yerləşdirirlər, qarşı qorunma kimi xidmət edirlər. Zərbələr, yıxılmaq yastıqlandırıcıdır. İrəliləyirik, sonra irəliləyirik. Budur bizdə.
Həmişə onun üzü yuxarı olduğundan əmin olun, çünki çamadana baxın, qapaq budur. Baş aşağı açmayın, buna diqqət edin, dadı belədir. Çamadanı açın və mən elementlərin hər birini göstərəcəyəm. Əvvəlcə Metajunter və ya Metatronjunter. Əgər Metajunter alsanız, proqram təminatını da çatdıra bilərik. Metatronjunter, biz hər iki proqram var, fərq minimaldır. Burada ilk elementimiz var, bu alacağınız şeydir. İndi mən sizə kabeli göstərəcəyəm. Bu kabel birləşdirir, bu kabel kompüterə qoşulur. Və əlaqə çox sadədir, mən onu bağlayacağam, onun yalnız bir mövqeyi var. Səhv və ya qarışıqlıq ehtimalı yoxdur, heç bir problem yoxdur. Bununla bağlı indiyə qədər heç bir komplikasiya yoxdur. İndi rezonans kuboku. Burada çox vacib aksesuar olan rezonans kuboku var. Təlimatda funksiyaların təsviri var, indi təfərrüatlara girməyəcəm, amma iki qat funksiyaya malikdir, ölçməyə imkan verir, yəni o, məlumatı alır, sensor kimi ölçür və həmçinin məlumat göndərir. Bu çox vacibdir. Təlimata baxa bilərsiniz, videolara kanalımda baxa bilərsiniz. Videoları axtarın, mən onları dilə görə sıralamışam. Orada bütün bu cihazların bir neçə videosunu görəcəksiniz. Onların nə olduğu və necə istifadə edildiyi ilə bağlı suallara cavab vermək. Həm də daha dərindən öyrənmək istəyənlər üçün təkmil kurslarım var. Beləliklə, əvvəllər haqqında danışdıqlarım bu avtomobil açarı kimidir. Onu Portuqaliya USB-yə qoymağa və oxumağa çalışmayın. Heç bir məlumatınız olmadığı üçün niyə görünəcəyini görməyə çalışın, çünki o gizlidir. Bu, avtomobil açarına bənzəyir, proqram təminatını aktivləşdirməyə imkan verir. Buna çox diqqət yetirməlisən, buna çox diqqət yetirməlisən. Çünki bunsuz proqram işləmir. Ona görə də onu burada buraxacağıq. Və indi rezonans kubokunun videosunu çıxaracağım. Mən bioinduceri çıxaracağam. Təqdimat videosunu təqdim edirik. Və gələn video xüsusiyyəti. Avtomatik tənzimlənir. Avtomatik tənzimləməni burada görə bilərsiniz. Baş ölçüsü olan insanlar üçün fərqlidir. Daha kiçik, daha böyük başları olan insanlar var. Sonra tənzimləmə avtomatikdir. Bunu çıxardığınız zaman həmişə diqqətli davranın. Həmişə tələsmədən, burada tələsmək lazım deyil. Və sonra hər şeyi tutacaqda saxlamaq eyni. İnşallah qatın eyni xətlərini izləyin. Beləliklə, cihaz daha davamlıdır. Yanında bir rəsm var, onu böyüdəcəyəm. Gəlin baxaq, orada görə bilərsiniz. Budur, oradadır. Görək, görmək olarmı? Sadəcə orada göründü. Budur, mən görünəcəyəm. Bu, eşitmə cihazı şəklində bir ikona kimidir. İndi rezonans kuboku. Budur induksiya videosu.
Kompüterə kabel və rezonans kuboku. Rezonans kubokuna baxmaq lazımdır. Və yuxarı ox var. Bir ox. Bununla həmişə sakit davranmaq lazımdır. Rahat, təzyiq yoxdur. Bu giriş üçün yalnız bir yol var. İnduksiya videosundan fərqli olaraq, mən onu çevirə bilərəm və içəri girir. Qoşulmaq daha asandır. Bu fincan biz yuxarı və bir ox baxmaq lazımdır. Və ox yuxarıya baxır. Beləliklə biz oxa baxırıq. Dərhal bağlanır. Başqa bir tövsiyə. Kabelləri çıxardığınız zaman onlara uyğun gəlməyin. Bunu belə geri götür. Lakin yanlara keçməyin. Əgər fincanı çıxaracaqlarsa götürüb atırlar. Və əgər onu birləşdirəcəklərsə itələyirlər, amma məcbur etmədən. Beləliklə, təqdimat videomuz var. Rezonans kuboku və kabel. Budur. Təhrik edici video. Rezonans kuboku və kabel. Metatron proqram təminatı üçün. Metatron cihazı işləyə bilər. Bizə 2 USB port lazımdır. 2 USB portu. Və siz Metatron cihazını birləşdirə bilərsiniz. Kompüterdə. Və növbəti videolarda sizə göstərəcəm. Necə bağlanır, necə başlayır. Burada bir düyməniz var. Onu kompüterə qoşduqdan sonra vacibdir. Siz düyməni basmalısınız və işıqlar yanacaq. Amma bunu başqa bir videoda göstərəcəm. Kompüterə qoşulma. Proqram təminatının necə quraşdırıldığı və proqram təminatının necə işə salındığı. İlk diqqətin ilk qeydini necə yaratmaq olar? Metatron Hantel cihazı haqqında daha çox məlumat istəyirsinizsə, bu videonun təsvirinə baxa bilərsiniz. Telefon nömrəmi və e-poçtumu tapacaqlar. Mənə yaza bilərsiniz. Biz 10 ildən çox əvvəl. Biz bu müalicələri yaymağa həsr olunmuş bir qrup terapevtikik. Və biz bir çox ölkələrdə kurslar keçiririk. Dilə görə təşkil edilən terapevt qruplarımız var. Qoşulmaq istəyirsinizsə bu qruplar açıqdır. Bu cihazı olan digər terapevtlərlə tanış olmaq üçün qoşulmaq istəyirsinizsə, mənə yaz. Özlərini təqdim edirlər. Adını, ölkəsini, dilini deyirlər. Və biz onları birbaşa istehsalçıdan olan WhatsApp qrupumuza daxil edirik. Beləliklə, onlar bu cihazları olan terapevtlərlə əlaqə saxlaya bilərlər. 10 ildən çox əvvəl. Mən 10 ildən artıqdır ki, bu şirkətlə işləyirəm. Mən bu cihazlardan istifadə edirəm. İllərlə müalicə mərkəzində istifadə etdim. Və onlar bu cihazlara sahib olan digər terapevtlərlə əlaqə saxlamaq imkanı əldə edəcəklər. Gününüz xeyirli olsun.